Herkese salam. Musiqi Nəzəriyyəsi fənnindən mövzumuz Azərbaycan adlarından olan Segahlıdır. Segahlı Azərbaycan xalq musiqisində 3-cü yeri tutur. O fars dilindən gəlib, yəni gəlməyib əslində. Fars dilində tərcümədə se və gah sözlərinin birləşməsindən yaranmışdır. Se 3 deməkdir, gah isə hələ ki məkan, yer, mövqe mənasını, yəni ki 3-cü yer mənasında, 3-cü pərdə. Bu lad, həzin, kədərli hiss oyadır. Ancaq bu nə deməkdir? Buradakı kədər sevgi dolu məhəbbət, kədərli məhəbbət hissi oyadır. Yarım ton, 1 ton, 1 ton quruluşlu 3 əlavə tetraxordun qovuşuq üsulla birləşməsi ilə əmələ gəlir. Ümumilikdə 10 pillədən ibarətdir. Mayəsi 4-cü pillədir. Deməli, dediyim kimi qovuşuq üsulla birləşdirilir. Yəni ki, burada alt tetraxordun son pərdəsi ilə üst tetraxordun ilk pərdəsi eyni səs olmuş olur. Bu səs qatarında 4-cü pilləmiz mayədir, ladın mayəsidir, yəni tonal mərkəzidir, tonikasıdır. Diapazonu desək, orta registrli muğamlar üçün xarakterikdir. İfaçılıqda geniş səs diapazonunu əhatə edir, bəli. Hisslərdən biraz da danışaq. Hansı hissləri ifadə edir? Həzinlik və kədər hissi və milli ruh hissi. Bunları ayıraq bir-birindən. Həzinlik və kədər dedikdə dərin emosional duyğular, xüsusilə də məhəbbət və intizar hisslərini oyadır. Buna görə biz həzinlik və kədər deyirik buna. Milli ruh o deməkdir ki, Azərbaycan xalqının ruhuna yaxın ladlardan biridir. Məsələn, Segahda da olurdu. Məsələn də Qarabağ Muğam Məktəbində deməli şan uşaqları ağlayanda belə Segah üstündə ağlayır. Yəni məsəldir bu. Yəni bu xalqın ruhu ilə əlaqəlidir də. Yəni xalqımız bu qədər Segaha meyllidir. Başa düşürsüz də yəqin ki, xalqın ruhunu özündə əks etdirir Segahlıdır. Segahlıdır çox dinlənən bir həm muğam kimi, həm lad kimi Segah ladına əsaslanan muğamlar vardır. Mən burada 5 muğamın adını çəkmək istəyirəm. Bu lad düzdür, Segah muğamı var. Dəstgahlar var, o ayrı bir şeydir. Mən ladından danışmaq istəyirəm, amma ladına əsaslanan muğamlar da var. Bu lad fərdi bir muğam deyildi. Yəni bütöv bir ailənin əsasını qoyur. Bilin ki, hər muğam ailələrə daxildir. Zabul Segah, Mirzə Hüseyn Segahı, Xalit Segah, orta və yaxın Segah, Segah ladına əsaslanan muğamlardır. İndi keçək pianoya, orada tetraxordları sizə göstərim aydın şəkildə başa düşək. Mən Segah ladını sizə si notundan göstərəcəm. Yarım ton, 1 ton, 1 ton, yarım ton, 1 ton, 1 ton, yarım ton, 1 ton, 1 ton deyə bu formada olmuş olacaq. Bax, si notu, yarım ton, 1 ton, 1 ton. Bitti. Birinci tetraxord, yarım ton, 1 ton, 1 ton. İkinci tetraxord da bitti və yarım ton, 1 ton, 1 ton. Bitti. Son notumuz hansı oldu? Yəni hansı pillədə bitdi? Re notunda. Bəs mayəni necə tapırıq? Si-dən başlamışdıq. Mayəsi 4-cü pillədir. 1, 2, 3, 4. 4-cü pillə hara düşür? Mi notuna. Bu mi mayeli Segah ladı idi. Dərsimiz bu qədər. Sağ olun, gələn dərslərdə görüşənə qədər.